İslam hüququna görə qəbirlərin açılması və meyitlərin köçürülməsi zəruri ehtiyac olmadıqca haram sayılır. İlahiyyatçı Tural İrfan bu fikirləri Today Press TV-yə açıqlamasında bildirib. Çünki müsəlmanın ehtiramı ölümündən sonra da qorunur və qəbir açmaq insanın məhrəmiyyətinə toxunmaq kimi qiymətləndirilir. O həmçinin deyib. Onun sözlərinə görə bu məsələdə müəyyən istisnalar mövcuddur. Stat. Əgər dəfn dini qaydalara uyğun aparılmayıbsa, ana bətnində diri uşaq dəfn olunubsa, yaxud meyit qibləyə əks istiqamətdə bastırılıbsa, qəbir açılaraq düzəliş edilə bilər. Eyni zamanda qanunun tələb etdiyi məhkəmə ekspertizası zamanı da ekshumasiya aparılması mümkündür. Statın sonu. İlahiyyatçı əlavə edib ki, yol çəkilişi, infrastruktur dəyişiklikləri və qəbrin təhlükə altında olması hallarında da qəbirlərin köçürülməsi zəruri ola bilər. Amma bütün hallarda dini qaydalara əməl olunmalı və ölülərin ehtiramı qorunmalıdır. Qeyd edək ki, Abşeron yarımadasının mərkəzində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində yerləşən Bülbülə gölünün ətrafındakı qəbirstanlıq köçürüləcək. Bildirilir ki, ümumi sahəsi 99 hektar olan Bülbülə gölünün sahilində bulvar salınacaq. Layihəyə əsasən gölün üzərindən körpü inşa ediləcək. Türkan İskəndərli, Namiq Abbasov, Today Press TV.